Birincini kim təhlil eləmək istəyər? Növbəli şəkildə təhlil edək. Kim istəyirsə təbii ki. Şimaldır. Ekvatorial iklimli Ekvatorial iqlimdir, bəli. Ekvatorial iqlim olduğunu hardan bildik? İl boyu yağıntı bərabərdir, bir də şimaldadır. Ekvatorial iqlim cənubda da ola bilər əslində. Yəni bu çox çaşdırmasın. Həm də diqqətli olmaq lazımdır ki, burada temperatur il ərzində çox dəyişməyib. 25 dərəcə civarındadır fikir versəz. Temperatur il boyu sabitdir, yağıntı il boyu sabitdir. Deməli ekvatorial iqlimdir. Ekvatorial tam zolaq əmələ gətirirmi? Hey, Xeyr, Xeyr. Gətirmir. Ekvatorial iqlim yarım tiplərə bölünürmü? xeyr. Bölünmür. Bölünmür, tamamilə doğru. Ekvatorialda il boyu havanın hərəkəti necədir? Sabit. Yəni Sabitdir. qalxandır yoxsa enəndir? Qalxın. Qalxan hava Qalxandır. tamamilə doğrudur. Qalxan hava yüksək təzyiq yoxsa alçaq təzyiq? Yüksək təzyiq. Alçaq təzyiq. Yaxşı. Alçaq təzyiqdə qalxan hava olar. Yüksək təzyiqdə isə enən hava. Yaxşı. Növbəti deməli bunu təhlil edək bu diaqramı. Subtropik kontinental. Subtropik kontinental tamamilə doğrudur. Kontinental olduğunu hardan bildik? Mənim yağıntıların mənfilərdə olması. Yağıntı yox. Bax, yağıntı bu hissəyə baxırıq. Yağıntı 0, Bəli, 50, 100. temperaturun Temperaturun mənfi mənfi olması. Bəli. Temperatur mənfi 5, müsbət 25 dərəcə arasında dəyişir. Şimal yarımkürəsi yoxsa cənub yarımkürəsi? Şimal. Şimaldır. Şimal yarımkürəsində hansı materiklərdə rast gəlirik bu kontinental tipə? Şimali Amerika, bir də Avrasiya. Avrasiya tamamilə doğru. Afrikada yox, mövcud olmayacaq. Sonra bunu təhlil edək. mussonu da var. Şimal yarımkürəsi mussondur. Musson olduğunu necə bildik? Yağıntı yay ayında başlayır. Yay ayında düşür. Bəli. Biz demişik ki, yay ayında yağıntı düşürsə 3 iqlim ağlımızdan keçməlidir. Subtropik musson, mülayim musson və subekvatorial. Təbii ki, temperatur mənfiyə düşübsə, deməli subekvatorial deyil, çünki subekvatorialda 20-30 dərəcə arasında dəyişməlidir. Deməli ya bu mülayim mussondur ya da subtropik musson. İndi qərarlaşdır ya mülayimdir ya subtropik. Hansıdır? Mülayim. Mülayim mussondur. Mülayim mussonla subtropik mussonu necə fərqləndirəcəyik? Tropik mənfi olmur. Tamamilə doğrudur. Subtropikdə mənfi olmaz, amma deməli mülayimdə mənfiyə düşər. Amma subtropik mülayim fərqi yoxdur. Mussonlarda yağıntı nə zaman düşər? Yayda. Yayda, ilin isti dövründə. Cənub yarımkürəsində musson iqliminə rast gələrikmi? Xeyr. Rast gəlmərik. Tamamilə doğrudur. Sonra növbəti diaqrama keçək. Kontinental. Dəqiq fikirləşək. Mülayimdir. Mülayim Kəskin kontinent. düzdür. Kəskin kontinentaldır, bəli. Hardan bildik kəskin kontinentaldır? Mənfiyə düşüb, yağıntı da yaydadır. Bəli, bax, müsbət 20, mənfi 20. Kontinental nə deməkdir? Sərt deməkdir, sərt iqlimdir. Yayda 20 dərəcə isti olur, qışda 20 dərəcə orta aylıq temperatur 20 dərəcəyə qədər düşür. Yəni heç bir iqlimdə bu qədər qalxma və enmə, yəni temperatur nə qədər yuxarı qalxıbsa, bir o qədər də qışda aşağı düşür. Yəni burada kəskin dəyişmə var. Ona görə biz buna kəskin kontinental iqlim deyirik. Kəskin kontinental iqlimə hansı materiklərdə rast gəlirik? Avrasiyada. Avrasiya və bəsi də var. Şimali Şimal Amerika. Amerika. Şimali Amerika tamamilə. Avrasiyada hansı ərazilər qeyd edə bilərsiniz bura aid? Bir iki dənə ərazi Şərqi qeyd edin. Sibir. Qərbi Sibir, Orta bəli, Sibir, sonra bəli. Orta Orta Sibir, Sibir. Əllasız, sonra mərkəzi Mərkəzi düzənlik. Asiyanı, mərkəzi Asiyanı qeyd edə bilər. Hə, Şimali Amerikada da mərkəzi düzənliklərdə bu iqlimdir. Bəli, onu da aid edə bilərsiniz. Bəs birdən imtahana getdiniz, belə bir ifadə düşdü ki, illik temperatur amplitudunun maksimum olduğu iqlim budur. Yəni kəskin kontinentaldır. Düzgündür də. Düzgün ifadədir, bəli. Az öncə onu qeyd etdik. Sonra bu hansı diaqramdır? Şimal mülayim dəniz. Şimal mülayimdir, amma dəniz deyil. Çünki dənizdə demişik temperatur mənfiyə Kontinental. düşməz Bu və da yağıntı il kontinentaldır boyu da. bərabər Şimal olar. mülayim kontinental. Şimal mülayimin kontinentalı tamamilə doğrudur. Avropada hansı dağlara kimi davam edir mülayim kontinental? Ural dağları. Ural dağları. Ural dağlara kimi tamamilə doğrudur. Deməli Avropada hansı düzənliklərdə bu iqlimə rast gələ bilərik?
Şərqi Avropada. Şərqi Avropa düzənliyi və Amerikada. Almaniya, Polşa. Təbii ki, Şimali Amerikada da rast gələrək. Almaniya, Polşa və Şərqi Avropa düzənliyində bu iqlim mövcuddur. Sonra imtahana düşə bilər ki, Moskva, Minsk və Kiyev şəhərləri bu diaqrama uyğundur. Düz deyir yoxsa səhv deyir? Xeyr. Səhv deyir. Niyə ki? Əsaslandır fikrinizi. Düzdür də. Mülayim Çünki deyil ya. ortada yerləşirsə kontinentaldır. Bəli, saydığım şəhərlər hamısı Kiyev, Ukrayna, Minsk, Belarusiya, Moskva, Rusiya. Hər biri Şərqi Avropada yerləşir. Deməli düzdür də. Bu da Şərqi Avropanın deməli iqlimidir. Düz ifadə idi. Sonra buna baxırıq. Şimal mülayim dəniz. Mülayim dənizdir, əla. Mülayim dənizdə yanvar ayının orta temperaturu mənfidir yoxsa müsbət? Müsbət. Müsbətdir, tamamilə doğru. Avropada hansı adalarda rast gələ bilərik əsas olaraq? Britaniya, İrlandiya. Bəli, Britaniya və İrlandiya adalarında tamamilə doğru. Bəs hansı yarımadalarda müşahidə edərik Avropada? Skandinav. Skandinaviya. Skandinaviya və Skandinaviyanın Qərbi. Qərbi. deməli, Skandinaviyanın qərbi bir də Jutlandiya adasında əlavə edin ora. Sonra Asiyanın şərqində də mülayim dəniz iqlimə aid olan ərazi var idi. Kamçatka. Kamçatka tamamilə doğrudur. Şimali Amerikanın qərbində də var idi. Alyas. Alyaska. Alyaska yarımadası tamamilə doğru. Şimali Amerikanın şərqində də yarımada var idi ki, Böyle bir saniye yok. yox, Şimali Amerikanın şərqində yarımada. Hansı? İsmail. Labrador. Labrador yarımadası. Əhsən sənə. Deməli, Labrador yarımadasında da məhz bu iqlimə rast gəlinir. Labrador yarımadasının şimalında subarktik, cənubunda isə mülayim dənizdir. Sonra keçək digər iqlim. Hansı diaqramdır? Tropikdir bu. Yağıntı yoxdur. Bəli, tropikdir. Tropikin hansı tipidir? Dəniz yoxsa kontinental? Kontinental. Kontinentaldır. Təbii ki, səhra tipidir, yağıntı yoxdur. Sonra, bu nəyin olar sizcə? İlin böyük hissəsi temperatur mənfidir. Subaktrik. Dəqiq fikirləşək. Arktik. Arktikdir, Arktik. Arktik iqlimdir, tamamilə doğru. Avrasiyanın hansı ucqar nöqtəsi bu iqlimdə yerləşir? Bu diaqrama uyğun gəlir. Adaları. Hə? Adalar. Yox, hansı ucqar nöqtə? Hər bir materikin 4 ucqar nöqtəsi olur da, düzdürmü? Bəli. Avrasiyada 4-dən biri məhz bu iqlim. Problem Hara? Çelüski. Təbii Serüskün. ki, Çeliskün ucqar şimal nöqtə. Bəs başqa hansı ucqar nöqtə? Başqa hansı materikin ucqar nöqtəsi bu iqlimdədir? Mersin, bəli, Şimali Amerikanın şimalı, əhsənsən. Bu hansı diaqramdır? Hansı yarımkürədir? Hansı iqlimdir? Cənubdur. Əla. Ekvatorialdır. Yağıntı 2000-dən yuxarı. Yox, ekvatorial olmaz axı. Ekvatorda yay ilə qış arasında bu qədər fərq olarmı? Yox. Ekvatorda temperatur fərqi bu qədər olarmı? Cənub yarımkürəsi Subekvatorialdı. subekvatorialdır, bəli. Çünki cənubdur və yağıntının əsas hissəsi yanvar, dekabr aylarında düşür. Yanvar, fevral, dekabr. Bu da təbii ki, cənubun yayıdır. Yağıntısı yayda düşən iqlim hansılar idi? Subekvatorial. Təbii ki, Musson. subekvatorial və mussonlar idi. Musson. Şimalda cənubda musson olmadığına görə avtomatik olaraq subekvatorial hesab edilir. Sonra cənub subekvatorialda yerləşən ucqar nöqtə hansı idi? Fikirləşək. Cape York. Bəli, Cape York yarımadasında yerləşən York burunu, Avstraliyanın ucqar şimalı, əhsən. Bu Bu şimal subekvatorial. şimal subekvatorial, əla. Şimal subekvatorial Asiyada şimala yönəlməsinin səbəbi nə idi? Musson külələri var idi. Tropikdə tam zolaq əmələ gətirmirdi. Tamamilə doğru. Musson küləşlərinin təsiri ilə subekvatorial şimala gedirdi, tropik tam zolaq əmələ gətirmirdi. Əla. Deyir, bu iqlimə, yəni diaqramın aid olduğu iqlim qurşağına Hindçin yarımadası və Ərəbistan yarımadasında rast gəlinir. Ərəbistanda yox, amma Hindçində Hindçində olur. Tamamilə doğrudur. Hindçin və Hindistan yarımadasında olar. Ərəbistanda
Olmaz. Afrikanın hansı ucqar nöqtələri bu iqlimdə yerləşir? Baba. Hara? Baba burnu. Yox, Afrikadan danışıram. Baba Asiyanındır və Aralıq dənizində yerləşir. Afrikanın 4 dənə Alma, ucqar nöqtəsini tanıyırıq da. Almadi burnu. Hara? Almadi. Almadi düzdür. Sonra İğne düşmür. yox, iynə Aralıq dənizdir. Bir də şərqində yerləşən, şərqi və qərbi. Şərqi ucqar nöqtəsi necə adlanır? Ras Həfun burnu tamamilə doğrudur. Sonra bu diaqram nə olar sizcə? Biraz bilirəm ki, səhvini seçərsiniz, amma olimpiyadaya Ekvatorial. düşmüş bir sualdır. Ekvatorial. Ekvatorialdır. Bəli, hansı ölkəyə aiddir bu? Singapur. Singapur. Əla. Hə, bunu təhlil edək. Hansı yarımkürə? Şimal. Şimaliyə. Yağıntı hansı fəsildə düşür? Üçdə. Qışda. Qışda. Yağıntısı qışda düşən iqlim deyən kimi ağlımıza nə gəlməli idi? Aralıq. Aralıq. Aralıq Aralıq. dəniz. Deməli bu diaqram hansına aiddir? Aralıq dənizə. Afrikanın hansı ucqar nöqtələri Aralıq dənizdə yerləşir? İğne. Cənub. Deməli, cənub və şimal. Adlarını qeyd edin. Cənubda iğne burnu. Ümid burnu. Cənubda iğne burnudur. Almadi. Almadi burnu. Almadi bayaq subekvatorial dedi axı. Almadi ras Həfun. Benseka ilə İynəburnu. Bəli, Benseka və İynəburnu. Avropanın hansı ucqar nöqtələri bura aiddir? Avropanın ucqar, cənub və qərb nöqtələri. Avropanın ucqar qərb nöqtəsi necə adlanırdı? Roka. Roka, cənub ucqar nöqtəsi isə Mərakeş. Piyay. Yay. Piyay Asiyadaydı axı. Mərakeş burnu, bəli. Desək ki, Krım yarımadasında bu iqlimə rast gəlinir, düz deyər, yoxsa səhv deyər? Səhv deyər. Doğru. Səhv deyər, tamamilə doğrudur. Kiçik Asiyada rast gəlinir ifadəsi doğrudur, yoxsa yanlışdır? Səhvdir. Düzdür. Kiçik Asiya Türkiyədədir. Türkiyədə rast gəlinir. Azərbaycanda rast gəlinirmi bu iqlimə? Düzdür. Düzdür, rast gəlinir. Düzdür. Sonra Avropada hansı yarımadalarda rast gəlinir? Pireney, Apennin. Piriney, Apennin, sonra Balkan yarımadası. Balkan, əla. Hansı adalarda rast gəlinir? Kirit, Kipr, Bilya. Balear, Krit, Kipr, sonra var yenə. Sicilya, Korsika. Korsika. Siciliya, Sardiniya, Korsika. Tamamilə doğrudur. Sonra bura keçək. Görək bu nədir? Subtropikdə bu. Nədir? Subtropik. Subtropikin hansı tipidir? Aralıq dənizi. Yenə də Aralıq dənizdir. Bəli, eynidir. Yağıntısı bəli, qışda düşür, şimal yarımkürəsidir. Yayda hansı hava kütlələri təsir göstərir bura? Mülayim Tropik. hava. Qışda mülayim, Mülayim. yayda isə tropik hava kütlələri təsir göstərir. Bu hansı diaqramdır? Bu da subtropikin Yenə də Aralıq dənizidir, bəli. Sonra bu hansı diaqramdır sizcə? mülayim. Mülayim Şubat. deyil. İl bu bərabərdir. Yenə subtropik. Subtropik olmaz axı temperatura baxın. Birinci temperatura baxın qərar verin. Subarktik. Subarktikdir, bəli. Yəni, Sonra bu hansı diaqramdır? Subekvatorial. Hansı subekvatorial? cənub. Şimal. Cənubdur. Orta hissəsi aşağı əyilirsə cənub subekvatorialdır. Bəli. Madaqaskar adasında bu iqlimə rast gəlinir. Madaqaskar adası Braziliya yaylası. Səhv. Yox, şimali rastgele. Braziliya. Düzdür. Düzdür də. Hər ikisi cənub yarımkürəsinin subekvatorialıdır. Düzdür. Bu nədir bəs? Bu da şimal subekvatorial. Şimalın subekvatorialı. Bəli. Ümid edirəm ki, bugünkü əlavəmiz sizin üçün faydalı oldu və materiklərin fiziki xəritəsini, Azərbaycan fiziki xəritəsini və iqlim diaqramlarını
təkrar etmiş olduq. Düşünürəm ki, yəni bir saatı boş-boşuna itirmədiniz, boşuna xərcləmədiniz. Bəziləri futbola baxır, futbola xərcləyir. Bəziləri yatmağa xərcləyir, bəziləri tamam lazımsız sosial şəbəkələr xərcləyir, amma siz isə bir saatınızı gələcəyinizə ən düzgün şəkildə yatırım etdiniz və nələrsə təkrarladınız, nələrsə öyrəndiniz. Kimi futbolda yatırım eləyir, siz isə ən düzgün yatırımı etmiş oldunuz. Sualı sözü olan varmı? Xeyr müəllim. Xeyri yoxdur. O zaman gecəniz xeyrə qalsın. Öz dərsimizdə, saatımızda görüşərik. Sağ olun müəllim. Oldu, Gecəniz sağ olun müəllim. Sağ olun.